Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li amri ve hlul ukdeten min lisani yefqahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və dəyərli müsəlmanların üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və təala hər birimizi təqvalı bəndələrindən qərar versin inşallah. Dinimizdə həya o qədər önəmlidir ki, Həzrəti Əmir əl-Möminin əleyhissalam buyurur, Əl-həyau miftahul xeyr. Buyurur, həya bütün xeyirlərin açarıdır. Gərək insan öz həyasını hər zaman qoruya ki, dinin də qeyrətini çəkə bilə, öz namusunun da, öz ailəsindəki onun himayəsinə ehtiyacı olan şəxslərin də qeyrətini çəkə, onların qayğısına qala bilər. Həzrət Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm hədislərinin birində buyurur ki, həyanın meyarları bunlardan ibarətdir. Həyalı insanın xüsusiyyəti budur ki, cəmiyyətdə, insanların içərisində insanlarla mehriban davranar. Həyalı insan gizlində və aşkarda hər zaman Allahı yad eləyər, Allahı zikr eləyər. Həyalı insanın xisləti budur ki, həmin insan sağlam düşüncəli olar və sağlam ruhiyyəli olar. Bəzi insanlar ki var, sağlam düşüncəsi olmur, fəsad fikirləşir, o səbəb olur ki, onun ruhu da xəstə olsun, onun ruhu da qaralsın və o qaralmış ruhdan da nə Allaha, nə də belə deyək, Allahın bəndələrinə xoş gedəcək bir şeylər çıxmaz. Ona görə də Həzrət Rasulullah buyurur ki, həyalı insanın xislətlərindən biri də gərək sağlam ola insan, sağlam düşüncələri ola. Növbəti xisləti budur ki, pisliklərdən uzaqda olar. Həmin insan, həyalı insan, təqvalı insan pisliklərdən uzaq olar. Növbəti xüsusiyyəti xoşüzlülükdür, xoş xasiyyətli olmaqdır. Növbəti xisləti güzəşt etməkdir, əff etməyə bacarmağıdır. Bəzi insanlar var, görürsən ki, həyatında, ömür həyatında hər daim, hər zaman ona yaxşılıq eləmsən, əlindən gələn yaxşılıqları ondan əsirgəməmsən, amma bilməyərək bir dənə pislik elədin, o səni heç vaxt bağışlamır. Bu insanlar həyalı ola bilməz, bu insanlar təqvalı ola bilməz, bu insanlar əxlaqı gözəl ola bilməz. İnsan gərək bir şeyə qəzəbləndiyi vaxt, birisi ona qarşı səhv hərəkət etdiyi zaman onu bağışlamağı bacarmalıdır və Allahın qəzəbini və Allahın rizayətini, Allahın əff etməyini insan gərək gözünün qabağına gətirə ki, mən ömür həyatımda nə qədər səhvlər eləyirəm, Allah təbarək və təala məni bağışlayır. Gərək bu şeylərə insan diqqət yetirə. Növbəti həyalı insanın silətlərindən biri budur ki, o hər zaman haqq yolda zəfər çalar və növbəti xisləti də budur ki, xalqın arasında hər zaman gözəl ad qoyar, gözəl adla, gözəl xatirələrlə anılar. Bu həyalı insanların xislətidir. Həya dində o qədər önəmlidir ki, bugünkü gündə cəmiyyət, bugünkü gündə hegemon dövlətlər, bugünkü gündə müəyyən təşkilatlar filmlərlə, seriallarla, sosial şəbəkədə müəyyən simalarla, müəyyən şəxslərlə çalışırlar ki, ümumiyyətlə insanlarda həya təfəkkürünü aradan götürsünlər. Yəni insanda utanmaq hissi, çəkinmə hissi, ar hissi qalmasın. Əgər ki, bir insanda həya hissi təxirə düşdü, bir insanda ki, utanmaq, birisindən, Allahdan və yaxud da ki, Allahın salih bəndələrindən çəkinməyi, həya etməyi, o hissiyyətini kənara qoydu, o insan heç vaxt mənəvi təkamülə yetişməz, o insan heç vaxt Allahın qatında bir dəyər sahibi ola bilməz. Ona görə dinimiz çox-çox tövsiyə edir bu barədə. Gərək insanlar bu həya hissini əlindən kənara qoymaya. Allahdan arzum budur ki, bizləri
və bütün müsəlmanları həyalı, təqvalı və özünün rizayəti ilə yaşayıb, rizayəti ilə dünyadan köçən bəndələrindən qərar versin inşallah.